Hər vaxtınız xeyir olsun. Məlum olduğu kimi bugün Azərbaycan məhz Fransa yığması ilə yarışacaq və bununla bağlı bir xəbərimiz olacaq. Qeyd eləyək ki, bugün 16 noyabr tarixidir və gündəm xəbərin efirində günün əsas xəbərlərindən birini təqdim edirik. Belə ki, futbol üzrə Azərbaycan millisi Dünya Çempionatı 2026-nın seçmə mərhələsində sonuncu oyununu məhz bugün gerçəkləşdirmiş olacaq və Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini bugün qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21-də start götürəcək və baş hakim Latviyalı Andris Trimanis olacaq. D qrupunun digər maçında Ukrayna İslandiya ilə üz-üzə gələcək və həmin görüş isə 23:45-də baş tutmuş olacaq. Yəni həmin saatda başlayacaq. Qeyd eləyək ki, 13 xalla qrupda lider olan Fransa komandası Dünya Çempionatı 2026-nın final mərhələsinə vəsiqəni təmin edib və İslandiya və Ukrayna 7 xalla növbəti pillələri bölüşürlər. Bir xalı olan Azərbaycan millisi isə məhz 4-cüdür. Biz də uğurlar arzulayırıq Azərbaycan millisinə.